Bir neçə gündür sosial şəbəkələrdə bir plakat dövrüdür. Azərbaycanda, Gürcüstanda və Ermənistanda orta aylıq əmək haqqını göstərən bir plakatdır. Belə məlum olur ki, Ermənistanda bu rəqəm 892 dollardır, qəpiyi də var. Azərbaycanda isə 593-dür, onun da qəpiyi var. Yəni bu templə davam etsə, gələn il həmin bu göstəriciyə görə Ermənistan Azərbaycandan 2 dəfə yüksək olacaq. Bu necə ola bilər axı sualını səsləndirmək də olar, kədərli bir sükutla faktı qəbul etmək də olar. Ancaq proses çox maraqlı dinamika ilə gedir. 2019, 2020-ci və 2021-ci illərdə bu göstərici üzrə bu ölkələrin arasında bu qədər fərq yoxdur. 2020-ci ilin nəticələrinə görə Azərbaycan hər iki Qafqaz ölkəsindən hətta bir qədər də öndədir, fərqlənə bilib. Amma sonra bədbinlik sürəci başlayır, Ermənistan müharibədə məğlub olur, iqtisadi artım erasına qədəm qoyur, Azərbaycan müharibədə qalib gəlir və iqtisadi çöküş sürəcinə girir. Həm də yalnız əmək haqqı göstəricilərinə görə deyil. Ümumi iqtisadi artım tempinə görə də Azərbaycan 3 Cənubi Qafqaz ölkəsi arasında outsider yerində qalır, Ermənistan və Gürcüstan isə ondan irəlidir. İxrac-idxal göstəricilərinə görə də Azərbaycanın geridə qalır. Əlbəttə, müqayisədə qeyri-neft sektorunu götürməliyik, çünki bu sektor hökumətlərin və cəmiyyətlərin özünə bağlı göstərici deyil, yəni neft sektoru. Bunun da səbəblərinə ikicə kəlmə ilə toxunmaq olar, axırda bunu danışarıq. Bu günlərdə daha bir sənəd müzakirə edilir. Bu 2026-cı ilin büdcəsidir. Gələn ilin büdcəsində də optimist bir şeylər yoxdur, ola da bilməzdir. Çünki büdcə ümumi iqtisadi göstəricilərə əsasən tərtib edilən proqnoz sənədidir. İqtisadi artım kədərlidirsə, demək büdcə də eyni ovqatı bölüşməlidir. Hələlik gələn ilin büdcəsi ilə bağlı professor Cəmil Həsənlinin qeydləri ilə tanış olun. 2026-cı ilin büdcəsi qəbul edildi, adını yenə sosial yönümlü büdcə qoyublar. Bu, sosial yönümün göstəricilərindən biri qarşıdakı il üçün dəfn xərclərinin artırılmasıdır. Deyəsən, həşəmətli hökumətimiz gələn il ölənlərin sayının çoxalacağını proqnozlaşdırır. Qarşıdakı ildə büdcənin gəlirləri 38 milyard 609 milyon manat olacaq, xərcləri isə 41 milyard 703 milyon 600 min manat müəyyən edilib. Həm daxil olmalar, həm xərclər üzrə artım 2025-ci illə müqayisədə 0,7% çoxdur. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 94 milyon 600 min manat məbləğində təsdiq edilib. 0,7% artımla indi deyirlər bu son 30 ilin ən yüksək büdcə göstəricisidir. Manat dollarla müqayisədə məzənnəni saxlasa da bazarla müqayisədə alıcılıq qabiliyyətini xeyli itirib. Məsələn, 2025-ci ilin əvvəllərində vətəndaş 13-14 manata aldığı mal ətini hələ 2026-cı il gəlməmiş 18-19 manata alır. Yağ da belə, şəkər də belə, bütün ərzaq və gündəlik tələbat mallarının qiyməti kəskin şəkildə artıb. Bu meyarla baxılsa büdcə artıb ya azalıb. Rəqəm göstəricisinə görə artsa da alıcılıq qabiliyyətinə görə orta hesabla 30-40% azalıb. Bundan əlavə 2026-cı ilin büdcəsi nəinki ən yüksək büdcədir, hətta 2013-cü ilin büdcəsindən belə 1 milyard dollar azdır. 2013-cü ildə büdcənin xərcləri 19 milyard 850 milyon manat idi və bu da 25,5 milyard dollara bərabər idi. 2026-cı ilin büdcə xərcləri 41 milyard 703 milyon 600 min manatdır və bu da 24 milyard 531 milyon dollar edir. Yəni 13 il ərzində hələ 2013-cü il büdcəsinə belə çatmamışıq. Sosial yönümlü dedikləri büdcədə uşaq pulu verilməsi nəzərdə tutulurmu? Əlbəttə yox. 2006-cı ildə tamamilə saxta bir rəqəm uyduraraq ölkədə uşaq pulunu dayandırıblar. Ancaq necə ediblərsə İlham Əliyevin uşaqları daha da zənginləşib, adi ailələr kütləvi şəkildə yoxsullaşdığı üçün millətin balalarının qida çatışmazlığı və tibbi xidmət yaratmazlığı ucbatından boy artımı da normal fiziki inkişafdan geri qalır.
İlham Əliyevin 2006-cı ildə uşaq pulunu kəsdiyi uşaqlar artıq 2 ildir əskəri xidmət yaşına çatıblar. Azərbaycanın korrupsioner, kleptokratik rejiminin daldaladığı korrupsiya pullarının hər manatında Azərbaycan körpələrinin göz yaşı, ah naləsi, iztirabları var. Ölkədə 1-17 yaş arası orta hesabla 2,6 milyon uşaq var və 19 ildir bu uşaqların halal haqqı yeyilir. Ailələr böyük maddi çətinliklər içərisindədir. İmkansızlıqdan rayon yerlərində valideynlərin xeyli hissəsi uşaq qidası ala bilmir, uşaqları üçün məktəb ləvazimatı ala bilmir. Uşaqlar, xüsusilə qız uşaqları məktəbdən çıxmalı olurlar. Uşaq pulu öz sosial mahiyyətinə görə dövlətin uşaqlar qarşısında öhdəliyidir. 19 ildir Azərbaycanda bu öhdəlik yerinə yetirilmir və bu azmış kimi uşaqların analarının da pensiya yaşını 65'e qaldırıblar. Balaca Estoniya hər uşağa ayda 80 avro uşaq pulu verir. Bizi əhatə edən coğrafiyada Rusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan, İran, Türkiyə, Ermənistan, Gürcüstan hər uşaq başına hər ay uşaq pulu ödəyir. Azərbaycan hökuməti sanki buğda yeyib cənnətdən çıxdığı üçün 19 ildir uşaqların pulun kəsir və buna görə ən azından bu uşaqlar qarşısında biraz utanmaq lazımdır. Bəs bizi əhatə edən bu ölkələr uşaq pulunu hansı mənbədən tapırlar? Qazaxıstanda adam başına düşən üdeyim 14,3 min dollardır. Azərbaycanda 7,6 min dollar. Bu o deməkdir ki, Qazaxıstanda əhalinin həyat şəraiti Azərbaycandan 2 dəfə yüksəkdir. Amma bununla belə Qazaxıstan nəinki uşaq başına aylıq uşaq pulu verir. Bundan əlavə 8 adda uşaq müavinətləri, yardımları və sair təminatları həyata keçirir. 2,6 milyon uşağın haqqını kəsən, yaşayışını kəsən, güzəranını uğurlayan büdcə sosial yönümlü ola bilərmi? İş qabiliyyətli əhalinin 35-40% işsizdir. İşsizliyə görə müavinət verilmir. Gələn ildən tibbi sığortadan məhrum edilir, sosial yardım verilmir, uşaq pulu verilmir. Bəs bu adamlar ailəsini, uşaqlarını necə saxlamalıdır? İlham Əliyev iftixarla deyir ki, bizim xarici borcumuz ümumi daxili məhsulun 6,5% qədərdir və dünyada ən yaxşı göstəricidir. Bəs daxili borcunuz nə qədərdir? Millətin körpələrinin boğazından, güzəranından, yaşayışından 19 ildir kəsdiyiniz uşaq pulu daxili borc deyilmi? Büdcə də belə. Amma niyə qonşu ölkələrdə iqtisadiyyat və uyğun olaraq cəmiyyətin sosial rifah göstəriciləri Azərbaycandan yüksəkdir? Çox sadə səbəblərə görə. İqtisadi artım və cəmiyyətin azadlıq göstəriciləri, mülki, siyasi və iqtisadi azadlıq göstəriciləri arasında əlaqə müxtəlif tədqiqatlarda araşdırılıb və bir neçə birbaşa empirik və nəzəri bağlılıq təksib edilməz dəlillər kimi qəbul olunur. Bunların ən əsaslarını vurğulamaqla sizə xatırladıram. 1. Mülki və siyasi azadlıqlar daha dayanıqlı iqtisadi artım deməkdir və niyə? Azad mətbuat və ifadə azadlığı korrupsiya riskini azaldır. Demokratik institutlar hökumətlərin məsuliyyətini artırır. Hüququn aliliyi sahibkarlıq və investisiya mühitini gücləndirir. Birbaşa əlaqə də budur ki, azadlıqlar artdıqca ölkədə investor etimadı yüksəlir, kapital axını artır, uzun müddətli artım sürətlənir. İkincisi, iqtisadi azadlıq, istehsal və investisiya üçün stimullar deməkdir. İqtisadi azadlıq deyildikdə xüsusilə özəl mülkiyyətin qorunması, aşağı giriş bariyerləri, rəqabət mühitinin açıq olması, az bürokratiya və effektiv tənzimləmə kimi argumentlər nəzərdə tutulur. Birbaşa nəticə də belə yaranır ki, şəxslər sərbəst şəkildə biznes qura bildikdə və dövlət müdaxiləsi azaldıqda ümumi istehsal və innovasiyalar artır, üdeyim böyüyür. Bir neçə başqa əsas argumentlər də var ki, onları bir başqa kontekstdə danışaram, dediklərim də kifayətdir. Bunlar çox dəhşətli, təsəvvür edilməz, yetişilməsi zor olan hədəflər deyil, sadəcə siyasi iradəyə bağlı məsələlərdir və bir də hökumətin bütün sferalardan siyahılaşdırıla biləcək cinayətlərinin çəkisi az olanda bu açarları rahatça işlədə bilirlər.
iqtisadi və cəmiyyətə qarşı cinayətlər çoxaldıqca bu kriminal qovluqlar real islahatların qarşısını kəsir, siyasi iradəni kriminal iradə əvəz edir və tənəzzül qarşısı alınmaz olur. Eynən Azərbaycandakı kimi. Əlavə olaraq vurğulamağa ehtiyac var ki, yük götürən cəmiyyətləri azğın hökumətlər daha ehtirasla minməyə həvəsli olurlar. Məsələn, Azərbaycanda gələn ildən gözlənildiyi kimi işləməyən şəxslər aylıq 16 manat icbari tibbi sığorta haqqı ödəyəcəklər. Bu öhdəliyi vaxtında yerinə yetirməyən şəxslərə isə 10% əlavə cərimə tətbiq ediləcək. Düşünün, bir ailədə 3-4 nəfər işləməyən şəxs var, aylıq hər ailə 50-70 manat arası İlham Əliyevə pul verməlidir. Azərbaycanda milyonlarla insan aylıq qaz, işıq pulu borcunu ödəyə bilmir, qaldı ki, icbari tibbi sığortanın yeni haqqını ödəsin. Ödəməsəz belə bundan yaxa qutara bilməyəcəksiniz, çünki cərimələyəcəklər. Elə təsəvvür edin ki, banka borcunuz var, ödəməyəcəksiniz, üstünə cərimə gələcək. Belə idarəçilik təfəkkürü, belə dövlət olurmu? Hamısının da bir səbəbkarı var, o da İlham Əliyevin özü və onun kriminal rejimidir. Bütün qərarlar onunla müzakirə edilir, çünki ölkədə nəyi, nə zaman, necə etməyi bilən tək adam odur. Onun qorxusundan heç bir məmur axşam yuxu da görə bilməz. Bu artıq xalqı ələ salmaqdır. Neft qaz tükənirsə, bunun günahkarı Azərbaycan xalqı deyil. Neftdən, qazdan əvvəlki kimi pul gəlmir, o kəsiri indi bu səfil gününə qoyduqları xalqın hesabına kompensasiya etmək istəyirlər.